Ve sual var. Selamun Aleyküm və Rəhmətullah Mansur müəllim. Aleykümselam ve rahmetullahi ve berekatuhu. Mansur müəllim, zaman görürük ki, bəzi yaşda az olan qardaşlar, cavan qardaşlar özlərindən böyük yaşlı əmilərlə, dayılarla sən, əxi, əxican kimi ifadələrlə danışırlar. Yəni əmi, dayı bu ifadələr get-gedə azalır. Demək olar ki, itmək səviyyəsindədir. Bu qardaşlara nə nəsihət edərdiniz? Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Resulillah. En birinci salamlayıram hər kəs Allahın salamı ilə. Sonra bilmək lazımdır ki, şəriət müraciət formalarını təyin edib. Və təbii ki, ümumən müsəlmanlar qardaş bacıdır. Lakin bu umumiliyin xüsusi, belə deyək də, çağırılış formaları var. Yəni, məsəl üçün, adam böyüdürsə, orta yaşlıdırsa, sənin həm yaşıdırsa, səndən balacadırsa, şəriət burada artıq müraciət formalarını dəyişib. Yəni, məsələn, müraciət etdiyin adam təbii ki, indi bizdə o mümkün deyil. Lakin sahabələrin dönəmində əgər peyğəmbərdirsə, və ya Allaha müraciət edirsənsə, bunlar hamısı müraciət formaları fərqlənir. Eyni deyil müraciət formaları. Bu müraciət formalarından məsələn, valideynləri götürmək olar. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, adları ilə çağırmayın valideynləri. Yəni, deməli, valideynlərin nidası, çağırışı başqaları kimi deyil. Əgər ana yoxdursa, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, xala ananın yerindədir. Yəni, ona hörmət o qədər olunur. Yəni, şəriət sanki hər bir şeyin öz yerini təyin edib. Yəni, bu qayda qanunlar mı deyək, bu şeylərə riayət eləsək, inşallah bizim belə çətinliyimiz olmaz. Sahabələr də fikir versək, onlar böyük, kiçik ayrıblar. Məsələn, Ənəs radiyallahu deyir ki, biz Muhammed sallallahu aleyhi və səlləmin böyük sahabələrindən eşitmişdik ki, əmir sahiblərini söymüyor. Məsələn, hədisin və əsərin bizə şahid gəldiyi yer, şahid olduğu yer mövzuya, biz Muhammedin böyük sahabələrindən sallallahu aleyhi ve sellem. Göstərir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrindən vardı böyük sahabələr. Var idi orta sahabələr, var idi kiçik sahabələr. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem belə fərqləndirirdi. Ona görə Ömər ilə Əbu Bəkrın arasında mübahisə düşəndə, Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gələndə ikisi də, orada Peyğəmbər sallallahu aleyhi ve sellem Ömərə irad eləyir. Deyir, sən küfr eləyəndə, Əbu Bəkr mənə iman eləyəndə sən haradaydın? Və siz haradaydınız? Əbu Bəkr Allah yoluna malından xərcləyəndə, siz isə mənə qarşı olanda siz haradaydınız? Yəni, Əbu Bəkr radiyallahu anh'ın öncülüyün, əvvəlciliyin qeyd eləyir. Onlara ona ehtiramı tələb eləyir sahabələrdən, radiyallahu anh'dan. Allah onlardan razı olsun. Həmçinin Allah Teala Quran-ı Kərimdə deyir ki, "Səbiqunəl əvvəlun." Birincilər. Fikir verirsiniz, yəni birincilər mühümdür. Sonra onları izah eləyir ki, ənsarlar və mühacirlər. Həmçinin Allah Teala başqa surədə buyurur ki, başqa ayələrdə buyurur ki, fətihdən əvvəlkilərlə, yəni Məkkənin fəthindən əvvəl qabaq iman edənlərlə fəthdən sonra iman bir deyil. Düzdür, Allah hamısına eyni verəcək mükafatı, lakin bir deyil. Yəni, Əbu Bəkr, Ömər, Osmanla Məkkənin fəthindən sonra iman gətirmiş sahabə bir deyil. Düzdür, hamısı sahabədir, hamısı fəzilət əhlidir, lakin bir deyil. Bu müqəddimədən sonra qardaşlar da bir deyil. Yəni, sənin dövründə yaşayan qardaşlar da bir deyil. Onlardan ilk iman gətirənlər var, əvvəldə olanlar var. Bunların, təbii ki, qədəmləri, bunların necə deyərlər, mövqeyləri bizdən öndədir, bizdən qabaqdır və biz onlara müraciət eləyəndə ehtiramı saxlamalıyıq. Baxmalıyıq. Əgərlərim, məsələn, bizdən böyüdürsə, yaşsa, atamıza yaxın və ya əmimizə yaxın yaşlıdırsa, əmilərimizdən nəysə, əmi deməliyik ona. Dayıdan da yaxşıdır əmi demək. Dayıda demək olar. Lakin əmi demək daha yaxşıdır. Şəriət deyir ki, əmi demək daha yaxşıdır. Çünki əmi ataya yaxındır. Bu daha məhəbbəti cəlb edir.
məhəbbəti cəlb edir. Və qadındırsa da böyüksə bibi demək yaxşıdır. Çünki ataya yaxındır. Ona görə. Cuhudlar götürür, Yahudilər götürür, ana ilə, müsəlmanlar götürür, ata ilə. Ataya yaxın olanlar. Əgər böyükdürsə səndən yaş, yəni atan səviyyəsində və ya əmilərin səviyyəsində, ola bilər əmilərin yaşda kiçikdir, lakin o sənin əmilərin yaşındadırsa, əmi deyə bilərsən. Əmi, belədir, belədir. Olmaz belə demək, əxi. Ümumiyyətlə mən, Allah bilir doğrusun, biraz ola bilər düz anlaşılmasın, lakin yəni hiss etdiyimi deyirəm, Allah doğrusunu bilir. Xata olsa da yəni xatadır, bu nəfsimdəndir. Mən əleyhinəyəm əxi deməyin. Hətta aralara, öz aramıza belə əxi necəsən, əxi necəsən. Əleyhinəyəm. Qardaş öz dilimizdə deyək. Bunun tərəfdarıyam. Yəni mən görmədim böyük elm tələbələrindən belə söz işləsinlər. Görmədim onlar desinlər ki, əxi gəl bura və əxi salam. Yəni ancaq qardaş ifadələr işlədirlər. Çünki lazım deyil. Çünki həmçində biraz biz ayrı görsənirik əxilər. Bu elə ki, ləfs biraz yaxşı şey gətirmir. Allah bilir də olsun. Yenə Allah subhanətlə bilir də olsun. Bu belə deyə hiss etdiyim bir şeydir. Ola bilər xatadır. Ola bilər səhvdir. Lakin yenə də yəni bu hökm deyil, bu bir ayə deyil, bir hədis deyil. Lakin xatırlama babından dedim. Əmi demək, dayı demək, öz yaşıdlarıma da adı ilə müraciət eləmək məsələsində, məsələn, Əli qardaş, məsələn, Vəli qardaş, belə. Amma böyükdürsə, məsələn, Əli əmi, məsələn, belə, Həsən əmi, bu dayı da desən eyb etməz. Ona görə bu ləfislər, bu şeylər mühümdür. Yaxşı birdən kiçiklər elə müraciət eləməsə, böyüklər öyrəşsin olar. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bizdən deyil. Kiçiklərə qarşı rəhm etməyən, böyüklərə qarşı da hörmət eləməyən. Kiçik rəhm etməyən niyə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm? Çünki kiçik xataya çox məruz qalır. Ona görə böyükdən tələb edib ki, rəhm eləsin ona. Deyir ki, kişi bizdən deyil. Kiçiklərə rəhm etməyən. Nə üçün kiçiklərə rəhm etməyən? Çünki kiçik xata çox eləyəcək axı. Onun xataları rəhmət istəyir. Ki, aydındır, təbii ki, rəhmət içində təlim var. Rəhmət içində təlim var. Böyüklərə də hörmət eləməyən. Çünki böyük də hörmət istəyir axı. Böyük rəhmət istəmir. Böyük özü ilə rəhm eləyəndir də. Bu, hörmət istəyir. Yəni, səndən düzgün davranış, düzgün şey, düzgün danışıq. Nəinki müraciətdə, ya da danışıq formalarında görürsən, bəzən qobud olur, oturmaq, görürsən düzgün olmuyor. Bu məsələlərə fikir versək, hamılıqla təbii ki, daha yaxşı olar. Bu, elə bilirəm ki, əsas məsələlərdən sayılır. Allah daha doğrusunu bilir. Bəli. Həlim, bu namaz qılan, qılmayana aiddir də bu yaşda böyüylə. Fərqi yoxdur. Fərqi yoxdur. Ümumiyyətlə, böyüklə münasibətin çox hissəsini şəriət örfə buraxıb. Çox hissəsini. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Bəkrə deyir ki, radiyallahu anhya, deyir, atavı görmək istəyirəm. Əbu Bəkr radiyallahu da bir gün atasını götürür, gəlir Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına. Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Bəkrə əsəbləşir, qəzəblənir. Yəni, niyə görə o yaşlı kişiyi mənə ayağıma gətirdin? Deyir, dedi, ey ilan Rasul, sən onu görmək istəyirdin axı. Deyir, mən görmək istəyirdim də onu, yəni mənə aparardın onun yanına. Onu gətirmişəm mənə yanına. Yəni, o dedi, yəni böyüdür o məndən, ona görə, yəni mən onun ayağına gedim. Onun ayağıma gəlməsin. Düzdür, o vaxtki kişilər elə fikirləşmirdilər, lakin Peyğəmbər s.ə.v ümməti öyrədirdi. Çünki o Allahın Rasuluydu. Yəni onun yanına gələrdilər, soruşardılar, burada bir şey yox idi. Yəni Əbu Bəkr radiyallahu eyib bir əcaib bir şey etməmişdi. Lakin Peyğəmbər s.ə.v Peyğəmbərliyin qoydu qırağa. Dedi, yəni Peyğəmbərliyin bir aidiyyəti yoxdur, o məndən böyüdür. O məndən böyüdür. Bu mühümdür. Yəni, məsələn görürsən, elmdə böyüyə başqa cür hörmət edirlər sahabələr. Necə Peyğəmbər s.ə.v-in əmisi Abbasdan soruşurlar ki, sən böyüksən yoxsa Peyğəmbər s.ə.v? Hansı ki, Peyğəmbər s.ə.v-dən təqribən 3 yaş böyüdür. Bəzi alimlər deyir 2 yaş. Bəzi alimlər deyir ki, süd qardaşıdırlar. Həm də süd qardaşıdırlar. Yəni, bir anadan süd əmmişdilər. Deyirlər, sən böyüksən yoxsa Muhammed s.ə.v? Deyir ki,
mən ondan tez doğulmuşam. Yəni, Peyğəmbəri s.ə.v-in elminə görə ona hörmət edirdi. Peyğəmbərliyinə görə. Deyirdi, mən ondan tez doğulmuşam. Bunlar ədəb formalardır. Buna riayət eləmək, buna yəni, nəzər çalmaq, buna diqqət eləmək, bu böyük bir ədəbdəndir, qardaşlar. Ədəbdəndir. Ona görə Ömər İbn Xattab radiyallahu, Abu Bakr radiyallahu hazır olduğu məclisdə, Peyğəmbər s.ə.v-in hazır olduğu məclisdə İbn Ömər danışmadı. Peyğəmbər s.ə.v sual verdi ki, möminə bənzəyən ağac hansıdır? Hansı ki, o cənnət ağaclarındandır. İbn Ömər, Abdullah radiyallahu bilirdi ki, bu xurma ağacdır. Abu Bakr, Ömər də oradaydı, cavab vermədilər. Sonra Peyğəmbər s.ə.v özü cavab verdi ki, xurma ağacıdır. Gəldilər evə, Abdullah ibn Ömər dedi ki, ata, yəni Ömərə dedi, İbn Xattama dedi, ata, mən onun cavabını bilirdim orada. Dedi, bə niyə demədin? Niyə demədin orada? Peyğəmbər s.ə.v sənin üçün dua eləyərdi, səni qucaqlayardı. Nəsə bir xeyir eləyərdi, sənin üçün bir şey deyərdi, maşallah deyərdi, elm istəyərdi Allahdan sənə. Deyir, axı sənlə Abu Bakr oradaydınız. Yəni ehtiram, yəni diqqət yerində idi. Və Ənəs radiyallahu, Peyğəmbər s.ə.v bir gün Ənəsi çağırır, qulağından nəsə deyir. Qulağından nəsə deyir, anası da görür onu, Ənəs radiyallahu. Deyir ki, Ənəs, Peyğəmbər s.ə.v gedəndən sonra anası çağırır Ənəsi, deyir, Ənəs, gəl yaxına. O da gəlir, deyir, Ənəs, Allah Rasul sənin qulağına nə demişdi? Deyir ki, ana, mən Peyğəmbər s.ə.v-in mənə dediyi sözləri ora-bura danışmıram. Fikir versən, 10 yaşında uşaq artıq bilirdi ki, sir nədir, qulağa deyilən söz nədir, aşkar deyilən nədir, yəni bilirdi. Və Peyğəmbər s.ə.v sahabələri, başqa sahabələr hamısı. Ona görə mühüm məsələlər nədir? Mühüm məsələlər nədir? Bu məsələlərə, ədəb məsələlərə diqqət eləmək, fikir vermək və riayət eləmək. Böyüklərlə böyük, kiçiklərlə də kiçik mi? Bəli.